Salam hər kəsə, mən Abdulhüseyn Rəsul. Bugünkü videomda sizə şəbəkə dünyasında çox vacib bir mövzu olan F-HRP və FSAP redundansiya protokollarından danışacağam. Biz bilirik ki, normal bir şəbəkədə istifadəçilər bir default gateway istifadə edir. Bu default gateway adətən router, L3 switch və yaxud da firewall olur və bütün trafik bu default gateway üzərindən keçir. Amma belə bir ciddi problem var ki, məsələn, həmin default gateway olan router hər hansı bir səbəbdən, tutaq ki, elektrik problemi olsun, kabel qırılması olsun və yaxud da hardware nasazlığı səbəbindən down olarsa, həmin şəbəkədəki bütün istifadəçilər şəbəkədən çıxışını itirir. Bu vəziyyətə single point of failure deyirik və bu problemi həll etmək üçün biz FHRP protokollarından istifadə edirik. FHRP bizə imkan verir ki, biz bir neçə router istifadə edək, amma istifadəçilər bunu hiss eləməsin. İstifadəçi hələ də tək bir gateway görür, amma həmin o gateway'in arxasında bir neçə router işləyir. Bu necə mümkün olur deyə sual verə bilərsiniz. FHRP aktiv olduqda şəbəkədə bir dənə virtual router yaradılır. Bu virtual routerun özünə məxsus bir IP ünvanı və MAC ünvanı olur. İstifadəçilər default gateway kimi də məhz bu virtual IP ünvanını görür. İndi isə FHRP protokollarından biri olan HSRP-yə keçək. HSRP Hot Standby Router protokolu deməkdir. Cisco-ya məxsus bir protokoldur. Burada routerların biri aktiv, digəri isə standby olur. Aktiv router bütün trafiki idarə edir, standby router isə ehtiyatda gözləyir. Routerlar bir-biri ilə hello mesajları vasitəsilə əlaqədə olur. Məsələn, standby router müəyyən müddət ərzində aktiv routerdən cavab almasa, həmin routerun down olduğunu düşünür və özü aktiv olur. Burada əsas anlayışlardan biri priority-dir. Default olaraq routerlarda priority 100 olaraq gəlir. Hansı routerun priority'si yüksəkdirsə, o aktiv seçilir. Burada daha vacib məqamlardan biri də preempt anlayışıdır. Preempt aktivdirsə, yüksək prioritetli router sonradan şəbəkəyə qayıtsa belə yenidən aktiv olur. Əgər preempt aktiv deyilsə, artıq aktiv olan router dəyişdirilmir də, şəbəkənin stabiliyini qorumaq üçün bu belə qalır. Yəni priority sadəcə ilkin seçimdə rol oynayır. Daha sonra HSRP tracking barədə danışası olsaq, bunu sizə sadə dildə belə izah edə bilərəm ki, təsəvvür edin ki, router işləyir, amma onun internetə çıxan interfeysi down olubdur. Bu halda router aktiv qalır, amma internetə çıxan interfeysi down olduğu üçün trafiki yönləndirə bilməyəcək. Biz tracking sayəsində belə bir şey deyə bilərik ki, əgər müəyyən interfeys down olarsa, routerun priority'sini aşağı sal. Nəticədə routerun priority aşağı düşdüyü üçün digər router aktiv olur və trafik düzgün istiqamətə yönləndirilir. İndi isə keçək HSRP-nin konfigurasiyasına. Mən ilk olaraq interfeysimə IP adresi verəcəm və daha sonra interfeysimi aktivləşdirəcəm, çünki routerlar default olaraq interfeyslər deaktiv gəlir. Daha sonra HSRP-nin konfigurasiyasına keçə bilərik. Virtual IP-mi təyin edirəm. İndi priority 150 verdim və preempt'i aktivləşdirirəm. Bundan sonra tracking eləyə bilərik. Mən deyirəm ki, fəsləcənin 0.1 işləmərsə, priority-ni 50 miqdar aşağı salsın. HSRP-nin nə olduğunu və necə konfigurasiya edildiyini öyrəndiyimiz üçün indi isə VRRP-yə keçə bilərik. VRRP Virtual Router Redundancy Protocol deməkdir. Open standartdır, yəni vendor fərq etməksizin müxtəlif cihazlarda işləyə bilir. Amma HSRP-dən fərqli olaraq burada terminlər dəyişir. Biz active standby əvəzinə master və backup deyəcəyik və bir əsas fərqlərdən biri budur ki, VRRP-də preempt default olaraq aktiv gəlir. Yəni yüksək priority olan router geri qayıdan kimi avtomatik olaraq master olur. VRRP-də də tracking mümkündür və demək olar ki, məntiq eynidir. İndi isə keçək VRRP-nin konfigurasiyasına. İlk olaraq interfeysə daxil olub IP ünvanı veririk. Subnet verməyi yaddan çıxarmayın. Daha sonra VRRP-yə girib virtual IP ünvanımızı təyin edəcəyik. Sonra priority'mizi təyin edəcəyik. Mən 110 verirəm. Və artıq buradan işimiz bitdi, çünki preempt burada default olaraq aktiv gəlir. İndi isə track yaradırıq. Track bizim o işimizə yarayacaq ki, biz deyə bilərik ki, məsəl üçün fəsləcənin 0.1 işləmərsə, VRRP bunu bilsin və avtomatik olaraq priority-ni azaltsın. Və bu qədər VRRP-nin konfigurasiyası bu qədər idi. VRRP-nin də nə olduğunu anladığınız üçün ən maraqlı hissələrdən biri olan GLBP haqqında danışım. GLBP Gateway Load Balancing protokol deməkdir.
Digər protokollardan fərqli olaraq GLBP sadəcə redundansını təmin eləmir. Eyni zamanda load balancing eləyir. Yəni birdən çox router eyni anda trafiki daşıya bilir. GLBP-də load balancing metodları var. Mən 3 əsas metod haqqında danışacağam. Birinci metodumuz round robindir. Default metoddur. Hər IRP sorğusuna fərqli MAC adresi verir və trafik növbə ilə routerlar arasında bölünür. İkinci metodumuz weighteddir. Burada routerlara müəyyən bir çəki verilir, weight verilir və daha güclü router daha çox trafik alır. Daha zəif routerda daha az trafik alır. Tracking ilə bir yerdə istifadə etsək bu metodu belə bir şey əldə edə bilərik ki, routerun vəziyyətinə görə yük avtomatik azaldır və yaxud da həddən artıq aşağı düşərsə ümumiyyətlə həmin router heç istifadə olunmur. Üçüncü metodumuz isə host dependentdir. Sadə dildə desək, bu metodda hər host həmişə eyni routera yönləndirilir. Bunu GLBP necə eləyir deyə sual versəz, istifadəçi gateway almaq üçün IRP sorğusu göndərdikdə GLBP həmin hostun IP və MAC ünvanını əsasən hash hesablayır və həmin bu hashə uyğun konkret bir virtual MAC adresi verir. Məsələn, PC1 şəbəkədən yalnız router 1 ilə çıxacaq, PC2 şəbəkədən router 2 ilə çıxacaq, PC3 router 1 ilə çıxacaq. Yəni gatewaylər heç vaxt dəyişmir. Digər metodlardan fərqli olaraq anladığımıza görə burada əgər bir dəfə seçildisə router həmişə eyni qalır. Niyə belə bir metod var deyə sual verə bilərsiniz? Bu əslində çox önəmli hissədir. Çünki bəzi sistemlər üçün bu çox kritik ola bilər. Məsəl üçün sizə misal olaraq stateful firewallları göstərə bilərəm. Firewalllar connectionları yadda saxlayır. Əgər tutaq ki, request router 1-dən gedib response olaraq router 2-dən qayıdarsa, firewall session tamamlaya bilir və paket drop olur. Bu məsəl üçün Azərbaycanda desək, sessiya əsaslı tətbiqlərdə çox belə kritik olur. Məsəl üçün bank sistemləri olsun, API-larda olsun. Yəni eyni istifadəçi fərqli gatewaylərdən çıxırsa, sessiya pozulur. Buna görə bir də məsəl üçün NAT-larda ola bilər. Tutaq ki, eyni host fərqli routerlərdən çıxsa, fərqli public IP-lər ala bilir. Bu da bəzən problem yaradır. Host dependentin dezavantajı nə ola bilər? Load balancing tam bərabər olmur, çünki bəzi hostlar daha çox trafik yarada bilir. Amma yəni bu metodun əsas məqsədi sabitlikdir. Yəni əgər sizin şəbəkədə firewall, NAT və yaxud da login əsaslı sistemlər varsa, host dependent metodu ən doğru seçimdir. Və bir də onu vurğulayım ki, host dependent metodu ilə işləyərkən əgər router down olarsa, həmin hostlar digər routera yönləndirilir. Yəni redundansiya həldə işləyir də. Düzdür, biz bayaqdan bu metodun stabilliyi haqqında danışırıq, amma redundansiyasını biraz gözdən qaçırmış ola bilərik. İndi isə keçək GLBP-nin konfigurasiyasına. Biz ilk olaraq interfeysə daxil oluruq. IP ünvanını təyin edirik. IP ünvanını təyin etdikdən sonra interfeysimizi aktivləşdiririk və GLBP-nin konfigurasiyasına keçə bilərik. İlk olaraq virtual IP-ni təyin edirik. Daha sonra priority-mizi təyin edək. İndi isə load balancing metodlarına baxaq. Siz sual işarəsi qoyaraq metodları görə bilərsiniz. Birinci round robin yoxlayacağam. İndi isə weighted metodunu yoxlayaq. Weighteddə belə bir şey var ki, biz çəkini verdikdən sonra lava və AP sayəsində aşağı və yuxarı limitləri təyin edə bilirik. Məsəl üçün, düşünək ki, biz lava 80 qoyuruqsa, əgər 80-dən aşağı düşərsə çəkimiz, həmin router trafik daşıya bilməz. Upper sayəsində də biz deyirik ki, əgər 100-ü keçməzsə, o router yenidən aktiv virtual power-dır eləmə. Və son olaraq da host dependent metodunu göstərim və bununla da bizim GLBP-nin konfigurasiyası bitdi artıq. Bura qədər idi. Və belə dostlar, bir videonun daha sonuna gəldik. Ümid edirəm F# mövzusu sizin üçün anlaşılır olmuşdur. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi, suallarınızı şərhlərdə qeyd etməyi unutmayın. Həmçinin açıqlama hissəsində yerləşdirdiyim Ko-fi linki sayəsində mənə dəstək ola bilərsiniz. Əgər istəsəz təbii ki, bu məcburi deyil. Belə dostlar, sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.